xəmirlə yoxsa dədə-baba üsulu ilə şəkər buranı sevirsiniz? Nə yalan deyim, mən düymə xəmirlə hazırlanan şəkər buraları çox sevirəm. Ona görə ki, qaldıqca bərkimir. Necə var, elə olur. Bugün sizə düymə xəmirdən hazırladığım şəkər buranı 1 dəqiqəlik qısa video ilə yox, geniş video ilə izah etməyə çalışacağam. İşə birinci unu eləməklə başlayıram. Nə hazırladığınızdan asılı olmayaraq, həmişə çalışın unu eləyin. Sonra isə yağı bu una batırıb sürtkəcdən keçirirəm. Bu işi də bitirdikdən sonra xamə ilə yumurtanı yaxşı qarışdırırıq ki, yumurtanın rəngi açılsın. Mikser ilə etsəz daha effektiv olar. Yağla unun üzərinə əlavə edib möhkəm xəmir yoğururam. Döymə xəmirin çətinliyi də elə bundadır. Çox vaxt aparır və yaxşıca yoğurmaq lazımdır. Əgər xəmir yoğuran aparatınız varsa, bu sizin üçün çox asan olar. Əgər yoxunuzdursa, mənim kimi qolunuza qüvvət. Xəmirim hazırdır. O biraz gözləyənə kimi gəlin içliyi hazırlayaq. Öncədən qovrulmuş, xırdalanmış fındıq ləpəsinin üzərinə şəkər tozu və bolca hil əlavə edib qarışdırıram. İndi isə gəlin xəmiri kündələyək. Hər biri 42 qram olmaqla 30 ədəd kündə alındı. Hamısını kündələyib bitirdikdən sonra bu alətin sayəsində elə bir dəfəyə də açıram. Bir nəfər də biraz kömək eləyir. Ondan sonra içini doldurmağa başlayıram. Üç çay qaşığı yerləşdirməyə çalışıram, sonra isə kənarlarını bükürəm. Əgər kənarları bükməkdə çətinlik çəkirsinizsə, xəmirin iç tərəfindən barmağınızla azca su vura bilərsiniz.
Kənarları da bacardığım qədər səliqəli bükməyə çalışdım. Nə qədər alındı bilmirəm, amma pis olmadı elə bilirəm. Yenə bunları da etdikdən sonra üzərini bacardığım qədər bəzəməyə çalışdım. Elə bilirəm hər il bir öncəki ilə görə daha yaxşı hazırlayıram. Abonelerim arasında çekilişi. 4 tane izleyicime Ankara'nın ve Türkiye'nin siyasi tarihinin damgasını vuran ve 1993'te kapatılarak yapılan Bulvar Kolalı filmin fotoğrafını edildi. Evet. Bakarsın. Bir savaş bittikten sonra aslında Ersin'i takip etti. Yani nasıl takip etti? Buraya bak. Sobaya yollamazdan öncə kənar hissələrinə 2-3 yerdən iynə ilə deşləkləyirəm. 130-140 dərəcəlik öncədən isitdiyim sobada konveksiya rejimində bişirirəm. Altı qızardı ki, hazırdır. Hamısını bitirdikdən sonra isə ən vacib iş nədir? Çay dəmləmək. Bir dənə çayımı dəmləyib, təzə şəkər buralarla nuş edəcəm. Hal-hazırda iyun ayıdır, lakin mən bu videonu indi YouTube kanalıma ata bilirəm. Baxdıqca da videoya ürəyim şəkər bura istədi. Nə deyirsiniz? Bəlkə durum elə bu istidə hazırlayım. Videonun açıqlama qisminə dəqiq miqdarları qeyd etmişəm. Mütləq siz də hazırlayıb nuş edin. Məndən bugünlük bu qədər. Hələlik.